Salam dəyərli dostlar, hər birinizi salamlayıram. Başda da cənab prezidentimiz şəhid ailələri olmaqla, qazilər olmaqla Allah hər birinizi var eləsin. Dəyərli dostlar, hər birinizdən xahiş edirəm bu videodan sonacan baxaq və öz fikirləriniz mənim üçün önəmlidir. Əsasda şəhid ailələri olmaqla. Dəyərli dostlar, hər birimizin əsas da kasıbların dostu olan, bizim cibimizə uyğun olan hər zaman Obamarket haqqında danışmaq istəyirəm. Və biz bir şey olanda hər zaman pisi nəsə paylaşırıq, amma yaxşı barədə heç bir şey paylaşmırıq. Demək, mən Füzuli şəhərinə gedərkən, Beyləqan şəhərindən keçərkən mənim bir mənzərə ilə qarşılaşdım və bu məni çox sevindirdi. Və mən bir Obamarketdə Qara Nəsirov adına market gördüm. Bu məni çox sevindirdi ki, bir özəl şirkət olaraq, amma bizim qazi şəhidimizin adına o marketin adı verilməsi çox məni sevindirdi. Və yaxın bir neçə ay bundan qabaqda bir şəhidimizin anası Araz marketdə oğlu işləmişdi və hətta 6 ildir onun maaşını alır. Və mən dərhal Obamarketdə araşdırma apardım ki, həqiqətən də tək Obamarket, Araz marketdə yox, ümumiyyətcə Veysaloğlu şirkətində nə qədər ki işçilər şəhid olubdur, hər birinin maaşı 6 ildir alırlar və ailəsinə ödənilir və onun bütün ailələri hər biri nəzarətdədir. Bu məni həqiqətən bir vətəndaş olaraq çox sevindirdi. Mən buradan tanımıram kimdir, Veysaloğlu'nun şirkətinin rəhbərliyinə və mən onun bütün kollektivinə, Araz Market, əsas da Obamarket rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, həqiqətən də şəhidimizə bu cür dəyər verilir və 6 il keçməyinə baxmayaraq onun adına, hər şəhidin adına bir market verilir və onun aylıq maaşı ailəsinə ödənilir və diqqət və qayğı göstərirlər. Mən bir vətəndaş olaraq, mən Veysaloğlu şirkətinin rəhbərinə və bütün kollektivinə öz minnətdarlığımı bildirirəm ki, həqiqətən də Obamarketdə belə bir mənzərə bizi çox sevindirdi. Allah ruzunuzu versin. Mən hər zaman harda olursa olsun, mən evimə, bazarlığımı Obamarketlə edirəm. Yaşasın Obamarket, yaşasın belə dəyərli insanlar. Allah ruzunuzu bol eləsin, var olun.